Hər vaxtınız xeyir. Tam kəsir hissə mövzusuna aid asandan çətinə doğru hər tip misallara toxunacaq. Deyək, kök altda 35-in tam hissəsini tap. Bu tip misallara necə yanaşırıq? Baxırıq, əvvəlcə 35 hansı iki kökdən çıxan ədəd arasında yerləşir? Yəni, sağı və solu. 35 görürük ki, 25 və 36 arasındadır. Kök 25, kök 36. Belədir. Bəli. Kök 25-in tam hissəsi nədir? 5. Kök 36-ın tam hissəsi nədir? 6. Bu şəkildə eləyirik. Yəni, görürük ki, artıq 35. İki qonşu ədədlərini tapırıq. 5 və 6 arasında yerləşir. Əgər müsbət ədədin tam hissəsi deyirsə, onda kiçik olan götürülür, modulca. Mənfi ədədin tam hissəsi deyilirsə, onda modulca böyük olan götürülür. Burada indi tam hissə nə oldu? Kök altda 35-in tam hissəsi nə oldu? 5. Yox, əgər kök altda mənfi 35 deyilsəydi, mənfi 35, yenə 35 baxırıq ki, hansı ədədlər arasındadır? Mənfi 25, mənfi 36 arasında yerləşir. Yəni, mənfi 5 və mənfi 6. Mənfilərdə isə tam hissə modulca böyük olan götürülür. Yəni, mənfi kök 35-in tam hissəsi mənfi 6, müsbət kök 35-in tam hissəsi 5 və 6 arasında yerləşir. Müsbətlərdə isə kiçik olan götürülür, 5-dir. İndi gəldik birinci sualımıza. Kök 35-in tam hissəsi nə oldu? 5. İndi gəldik bura. Kök 35 çıx 7. Bunun gəlin rahat yolunu mən sizə deyim. Burada kök ifadəyə baxırıq. Yəni, bu 7 ilə yanında hər hansı bir ədəd olur. Bax, 8-dən ixtiyarı bir ədəd. Yəni, yanındakı ədədlə işimiz yoxdur. Kök 35-ə baxırıq. Kəsr hissə soruşanda, kəsr hissə nədir? Ədədin özündən tam hissəni çıxanda eləyir kəsr hissə. Ədədi götürürük, dedik ki, kök ifadəyə baxırıq. Yəni, 7-dir. Yanındakı heç bir ədədlə işimiz yoxdur. Kök 35. Ədədin kəsr hissəsini tapanda nə edirik? Gəlin, o qaydanı da xatırlayaq. Bax, ədəd bərabərdir. Tam hissə belə işarə olunur. Üzərinə gəlirik kəsr hissə. Kəsr hissə də belə işarə olunur. Ədəd bərabər tam hissə üstəgəl kəsr hissə. İndi kəsr hissəni soruşanda, kəsr hissə nəyə bərabərdir? Toplananı tapmaq üçün cəmdən mənim toplanan çıxırıq. Ədəd çıx tam hissə. Dedik ki, ədədi kök ifadə nədirsə o götürürük. Yəni, ədədimiz kök 35-dir. Çıxırıq bundan tam hissəni. Kök 35-in kənarda tam hissəsini tapırıq. Ki, hesablamayım, yuxarıda artıq tapdıq ki, 25 və 36 arasında yerləşir. Yəni, 5 və 6 arasında yerləşir. Tam hissə kiçik olan götürülür. Deməli, 35-in tam hissəsi nədir? 5. İndi bu ifadənin kəsr hissəsini tapanda dedik ki, kök ifadəyə görə baxırıq. Kök ifadə, yəni 35, çıx tam hissə. Kök 35-in tam hissəsi nədir? 5. Deməli, bu ifadənin kəsr hissəsi nə oldu? Kök 35 çıx 5 cavaba bəndir. İndi burada xeyli var. Bu tiplərdən işlədiksə artıq tam şəkildə aydın olacaq. İndi gəldik, bu yaxlarım izah elədim. Müsbətləri də, mənfiləri də. Mənfi 43. Dedik ki, mənfilərdə tam hissə modulca böyük olan götürülür. Müsbətlərdə tam hissə kiçik olan götürülür. İndi 43 baxaq görə hansı qonşu kök ifadələr arasında yerləşir. Elə yəni kök ifadə ki, onlardan kök çıxsın. 36, mənfi 36, 43, kök 43, bir də müsbət 49. Yəni 36 və mənfi daha doğrusu 49. Deməli, bu 36-dan nə çıxır? Mənfi 6, 49-dan nə çıxır? Mənfi 7. İndi, mənfi 43-ün tam hissəsi nə oldu? Dedik ki, mənfilərdə tam hissə modulca böyük olan götürülür. Mənfi 7. Aydındır? Cavab deyiləndir. Müsbət olsaydı, müsbət 43 olsaydı, onda müsbət 6-nı götürərdik. İndi gəldik 5-ci suala. Burada nə deyir? Yenə bax, deyir 5 çıx 43 kəsr hissə. Nə dedim? Kəsr hissə tapanda sənin bu ədədlə işin yoxdur.
Sənin işin yalnız kök ifadə iləndir. Mənfi 43-ü burada yazıram. Dedik ki, çünki kəsr hissəni tapanda ədədin özündən tam hissəni çıxırıq. Aydındır? Ədədin özü, yəni bu ifadə deyil ha. Kök ifadə lazımdır bizə. Yəni yanındakı ədəd bizdə lazım deyil. İndi bu dedi ki, mənfi 43, yəni mənfidirsə mənfisini yazırıq. Yəni o mənfini itirməyə haqqımız yoxdur. Mənfi 43 çıx. Nə görə bunun tam hissəsini iki kənarda hesablayaq. Mənfi 43 yerləşir mənfi 36 mənfi 49 arasında. Yəni elə ədədləri götürürük ki, yəni bu ədədlərdən kök ala bilərik. 36-dan kök çıxır, 49-dan da kök çıxır. Yəni mənfi 6, mənfi 7 arasında yerləşir. Dedik ki, mənfilərin tam hissəsi modulca böyük olan götürülür. Yəni mənfi 7. Kəsr hissəni tapanda nə edik? Ədədin özündən tam hissəni çıxırıq. Tam hissə nədir? Mənfi 7. Aydındır? Bərabərdir. Mənfi 43. 2 mənfi bir-birini sıxışdırır. Olur üstə gəlib 7. Yəni, belə cavabda görürük ki, bu tip deyil. Yerlər dəyişib. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Sadəcə görünüşü dəyişir. 7 qabağa salırım. Çıx. Kök 43 də sonraya salırıq. Cavab D-dəndir. Gəlin 5-ci suala baxaq. Yenə bax. 7 çıx 31. Kök 31. Kəsr hissəsini istəyir bizdən. Nə dedik? Yenə dönə-dönə deyirəm. Kəsr hissə, yəni bu tip ifadə verib kəsr hissəni, tam hissəni yox, kəsr hissəni istəyəndə kök ifadəyə görə baxırıq. Mənfi kök 31-i yazdıq. Tez kənarda mənfi kök 31-in tam hissəsini tapırıq. Mənfi kök 31 hansı ədədlər arasında yerləşir? Mənfi kök 25, mənfi kök 36 arasında yerləşir. Yəni, mənfi 5, mənfi 6 arasında yerləşir. Dedik, mənfi ədədlərdə, mənfi kök ədədlərin tam hissəsi modulca böyük olandır. Yəni, mənfi 6. Ədədin kəsr hissəsini tapanda nə edirik? Ədədin özündən çıxırıq tam hissəni. Tam hissəsi nədir? Mənfi 6. Qayda nədir? Ədədin kəsr hissə bərabərdir. Ədədin özündən çıxırıq tam hissəni. Bax, ədədin özü dedik ki, bu kök ifadə nədirsə odur. O götürülür. İndi burada olacaq belə. Mənfi kök 31. 2 mənfi bir-birini sıxışdırır. Olur üstə gəl 6. İndi cavablara baxaq. Yenə bu şəkildə cavab yoxdur. Fərq yoxdur. Yerlərini dəyişirik. 6 çıx. Kök 31. Cavab Y bəndi. İndi gəldik 6-cı suala. Demək, bu deyil, tam hissələrini təyin elə. Gəl kənarda bunları əvvəlcə kökdən çıxan irrasionallıqdan azad eləmək üçün baxaq görə dinləmək olar. Hər kök ifadənin sürətini də məxrəcində 2-yə vursam, 8 çıx 2 kök 7. Çıxılsın. Yenə burada da sürətlə məxrəci 2-yə vururuq. 8 üstəgə 2 kök 7. Yuxarı gördük ki, müxtəsərə yığılır. Nəyin açılışıdır? Kök 7. Dəqiqə, bu görünmür. Demək, nəyin açılışıdır? Kök 7 çıx 1-in kvadratı. Böl 2. Bu da çıxılsın. Yenə eyni şeydir. Kök 7, burada isə olacaq üstə gəl. Üstə gəl 1-in kvadratı. İndi burada kvadratla kök gedir. Yuxarıda qalır kök 7 çıx 1. Böl kök 2. Çıxılsın. Kök 2. Burada da qalır kök 7 üzərinə gəl 1. Ortaq məxrəc zaten kök 2-dir. Kök 2-ni ortaq vuruqdur. Kök 7 çıx 1. Mənfiyə görə bunların işarəsi dəyişəcək. Çıx kök 7 çıx 1. Kök 7 ilə xəsar getdi. Qaldı burada. Mənfi 2 böl kök 2. Bura qədər yazdıqlarımı silirəm. Yekun cavabı bura yazacağım. Mənfi 2 böl kök 2.
Yine irrasionallıqdan azad eləmək üçün kök 2-yə vurub bölərəm. 2 kök 2-yə vuranda bu artıq köklər getdi. 2 kök 2. Mənfini itirmirik. Bu 2-lər getdi, qaldı nə? Mənfi kök 2. Aha, bunu deyir bizə tam hissəsini tap. Lap yaxşı. Mənfi 2 görək hansı ədədlər arasında yerləşir. Mənfi kök 1, mənfi 4 arasında yerləşir. Yəni, mənfi 1, mənfi 2 arasında yerləşir. Yenə bayaq dedik, mənfi ədəd olduğuna görə modulca böyük olan götürülür. Müsbət olsaydı, kiçik olan götürüləcəkdi. Modulca kiçik olan. Aha, bu oldu indi tam hissəsinə mənfi 2 cavab yebəndi. İndi yenə davam edək. Deyir, kəsir hissəsini tap. Maraqlı suallarda hamısı eyni tiplər çoxdur deyə, bu daha yaxşı öyrənmək üçün. Dedik, kəsir hissəsini tapanda nə edirik? Bu tam hissəyə baxmırıq. Köklə işləyirik. Mənfi kök 50-ni yazdıq bura. Kənarda tez kök 50-nin tam hissəsini tapaq. Mənfi kök 50-nin daha doğrusu. Mənfi kök 50. Görək hansı ədədlər arasında yerləşir. Mənfi 49 və mənfi 81 arasında yerləşir. Niyə 49? Yəni kökdən çıxan ədədlər olmalıdır, yaxın. Yəni mən bura 100 yaza bilmərəm. Axı 100-dən qabaq 81 var, yəni 9 var. Bunlar nə deməkdir? Yəni mənfi 7, mənfi, yox, daha doğrusu burada səhv yazdım, özür dilərim. 64 olur, mən niyə 81 götürüm ki? Diqqətsiz yerlədən bir balaca. Mənfi 64. İndi bunun arasında mənfi 7, mənfi 8. Dedik ki, mənfi olduğuna görə modulca böyük olan götürülür. Yəni, bunun mənfi kök 50-nin tam hissəsi nə oldu? Mənfi 8. İndi bunu sildim. Burada yazır, deyir, kəsirsə, yəni yeni mənfi kök 50-ni yazıram. Çıxılsın. Tam hissəni tapdıq. Mənfi 8. Aydındır. Kök 50, daha doğrusu mənfi kök 50, üstə gəl 8. Böyle cavab yoxdur. Yerini dəyişirik. 8 çıx kök 50. Cavab D-bəndi. Sən davam edək. Deməli, 8-ci sual. Kəsir hissələrinin cəmi. Hər birini ayrı-ayrı kəsir hissələrini tapaq. Deməli, dedik ki, tam hissəyə baxmırıq. Köklə işləyirik. İşarəni düz itirmirik. Mənfi kök 7. Kəsir hissələrinin cəmi. Kəsir hissəsi nədir? Görək, bu hansı tam ədəd arasında yerləşir. Artıq çox uzatmam. Bu yerləşir nə? Mənfi 4, kök 4, bir də mənfi 9 arasında yerləşir. Həqiqətən 4 ilə 9 arasında da yerdir. Yəni, mənfi 2, mənfi 3 arasında yerləşir. Mənfilərdə deyik, tam hissə nədir? Modulca böyük olan. İndi bunun kəsir hissəsini tapanda nə edirik? Kök götürürük. Mənfi kök 7 çıx. Bunun tam hissəsini nə tapdıq? Mənfi 3. Olacaq belə, mənfi kök 7, üstə gəl 3. Keçdik buna. Burada da yenə, bax, burada çıx 3, nə bilim, üstə gəl 6. Mənası yoxdur, yəni biz kökə baxırıq. Kök 7, çıxılsın. Müsbət olduğuna görə artıq, dedik kök 7 hansı ədədlər arasında yerləşir? 4 və 9 arasında yerləşir. Yəni 2 və 3 arasında yerləşir. Müsbət olduğuna görə kiçik olan götürülür. Aha, indi burada bunları silirik. Deməli, olacaq belə. Müsbət kök 7 çıx. Tam hissəsini dedik, nə tapdıq burada? 2. Burada niyə görə 3 götürdük? Çünki mənfi idi. Mənfilərdə dedik ki, modulca böyük olan, müsbətlərdə isə kiçik olan götürülür. Aha, müsbət 7-nin tam hissəsi nə oldu? Müsbət 2. 7 çıx 2. Bu şəkildə də saxlayırıq. İndi bunu nədir? Kəsirlərin cəmi. Bunun kəsir hissəsi bu, bunun kəsir hissəsi bu. Bunları cəmləsək, kök 7-lər gedərmi? Bəli, qalar 3 üstə gəl, mənfi 2, eləyəcək cavab 1. B bəndi. Gəlin 9-cu sualda işləyim. İndi yenə deyək, kəsir hissəsini tap. Kəsir hissəsini tap deyəndə ədədlə işimiz yoxdur. Kök ifadəyə baxırıq. Kök ifadə işarəsi özündən qabağa baxırıq. Yəni, sonra ilə mən nə işim var? Bu nədir? Kök 30. Kök 30-un ədədin dedik, kəsir hissəsini tapanda nə edirik? Ədədin özündən tam hissəsini çıxırıq. Yəni,
Bu kök 30'un tam hissəsini çıxırıq da. Yəni bu artıq bu 8-i itirdik, getdi. Kök 30 yenə gəlin görək kök 30 hansı ədədlər arasında yerləşir. Kök 25 və kök 36 arasında yerləşir. Yəni 5, bu mənfi deyil, burada nəsə işarə düşüb. 5 və 6 arasında yerləşir. Müsbət olduğuna görə kiçik götürülür. Yəni müsbət 5. İndi yenə burada sildim. Bu kök 30'u yazırıq. Kök 30. Tam səs dedik nədir? 5. Deməli, ədədin kəsr hissəsini tapanda dönə-dönə xatırladıram. Ədədin özündən, yəni kök ifadə nədirsə onu, həmin kök ədəddən çıxırıq tam hissəsini. Kök ədədin 30'un, kök 30'un tam hissəsi nə oldu? 5. Cavab A variantı. Gəlin 10-cu sualı da eləyim. Yerdə qalan tapşırıqları özünüz işləyib şərh bölməsində qeyd edərsiniz, hansında çətinliyiniz yaralsın. Deməli, 10-cu sonuncu sualdır. Kəsr hissəsinin, kəsr hissələrin nisbətini tapın. Oldu. Kök 17-nin kəsr hissəsi nədir? Ədəd, elə burada kök ifadə özüdür. Ədəd çıx tam hissə. Gəl kök 17-nin görə tam hissəsi nədir? Kök 17 aydın görünür ki, aşağıdan kök 16'dır. Yuxarıdan da 16'dan sonra kök çıxan ədəd nədir? 25. Yəni 4 və 5. Müsbət olanda kiçik olan götürülür. İndi bunun tam hissəsi kök 17. Kəsr hissəsini daha doğrusu tapanda ədədin özündən çıxır tam hissə. Tam hissəni isə tapdıq 4. Aydındır? Bəli. İndi bunun kəsr hissəsini tapanda yenə bax, üstə gəl, çıx. Bu ədədlərə biz baxmırıq. İşimiz köklərdir. Yenə kök 17. Eyni şey deyilmi? Kök 17 kəsr hissəsini tapanda kök 17-dən çıxıq bunun tam hissəsi. Tam hissəsi nədir? Burada bir yax tapdıq 4. Nisbəti bunu buna böləndə eyni şey olduğuna görə cavab eləyəcək 1. Yəni digər sualları da göstərin. Bunları işləyib şərh bölməsində hansında çətinliyiniz olsa qeyd edərsiniz. Deməli 12, 13, 14, 15 və bu da bunun cavabları. İşləyib şərh bölməsində cavablarınızı qeyd edərsiniz. Diqqətiniz üçün təşəkkürlər. Kanalıma abunə olub bəyəni paylaşmağı unutmuruq. Hansı mövzuda çətinliyiniz varsa şərh bölməsində qeyd edin. Mən həmin mövzulara belə bu şəkildə kompleks suallarla izahlarına toxunacağım. Diqqətiniz üçün təşəkkürlər.